Bax Manaf, Abdullayev pəncərənin önündən çəkilib birbaşa onun gözlərinin içinə baxdı. Sənin sual verdiyin bu dünya ölümlüdür, xəstəliklidir, kədərlidir. Sən suallarını bu fəlsəfələrin, bu məhdudiyyətlərin içində verirsən. Amma başa düş, sənin sualın dünya sualı olsa da, cavabın fəlsəfəsi bu dünyada heç vaxt olmayıb. Çünki o cavabı bu dünyada almağın da mümkün deyil. Əgər sən o cavabı dərk edəcək bir şuurda olsaydın, onda daha bu dünyada nə işin vardı? Əgər hər şey gün kimi aydın olsaydı, sənə daha nə imtahan düşərdi? İmtahanın mənası ondadır ki, sən o qaranlığın içində cavabı görmədən belə o tənhaya inanasan. Sən cavabı tapmaq üçün yox, o cavaba layiq olmaq üçün yaradılmısan. İndi ya o niyələrin içində boğulup qalacaqsan, ya da bu məhdud ağlınla o sonsuz əzəmətə təslim olub bu qapıdan da çıxmalısan. Bilirsən əzizim, mənim Allahı müdafiə etmək kimi bir iddiam da yoxdur. Çünki mən Allaha bələd deyiləm. Üstəlik o mütləq gücdürsə, mənim müdafiəmə nə ehtiyacı var? Mən Allahı tanımaya bilərəm, amma özümü tanımaqla onu da başa düşə bilərəm. Məsələ sənin suallarının mütləq cavablandırılması deyil. O sualların hansı quyudan, hansı ehtiyacdan qaynaqlandığındadır. Bəlkə bunu bilsən, cavabı da özün taparsan. Sual vermək də kifayət deyil Manaf. Gərək sənə verilən cavabı anlamaq səviyyəsində ağlın da olsun. Bir özün düşün. Ağlın ailədə, maddi problemlərdə, dünya çətinliklərində boğulur. Amma sən durub ölümsüz, əzəli və əbədi kainatı xəlq edəndən cavab axtarırsan. O sənin bu dar düşüncəli beynindən necə cavab versin? Əgər o hər sual verənə anladığı dildə cavab versəydi, onda bu imtahanın nə mənası qalardı? İmtahan ilə o sükutu anlamaq bacarığıdır. Başa düş, Manaf. Abdullayev barmağı ilə havanı cızdı. Sanki görünməz bir rəqəm yazırdı. Sənin verdiyin o ağır, o böyük sualın cavabı tutaq ki 70 milyard 5 milyon 56 min 402'dir. Sən isə cəmi 9'a qədər saya bilirsən. Bax, sənin suallarının və gözləntilərinin faciəsi də elə budur. Sən 9'dan sonrasını tanımadığın bir şuurla milyardlıq həqiqətləri necə dərk edə bilərsən? O cavabı sənə verilsə belə, sənin üçün o sadəcə səsküy olacaq. Başa düşürsən, səsküy. Çünki sənin rəqəmlərin o sonsuzluğu ölçməyə yetmir. İndi de mənə, hələ də o cavabı eşitmək istəyirsən, yoxsa öz 9'una qayıdıb sənə verilən ömür payını adam kimi yaşamağa başlayacaqsan? Hə Manaf, gördümlə, Abdullayev acı bir təbəssümlə ona tərəf əyildi. Sən şeytanın tərəfini saxlayırdın, məni məntiqli şəkildə imansız çıxartmağa çalışırdın. Amma görürsən, şeytan səni də yoldan çıxardıb. Əsl üsyan ilə sənin içindədir. Sən onun heç bir işini bəyənmirsən. Bax, sən özünü müqəddəs bir həqiqət axtarıcısı kimi, bir fədaiçi kimi də hesab edirdin. İndi nə oldu? Sən də o oyunun bir parçası oldun. İndi gəl düşünək. Biz bu şeytanın oyundan necə çıxa bilərik? Elə eləyək ki, sən də təmiz qalasan, mən də. Nə sən dindən, imandan tam uzaqlaşıb təmizliyin itərsən, nə də mən öz dinimdə təkəbbürə qapılıb özümü səndən üstün sayım. Çünki ikimiz də eyni quyunun içindəyik. Etiraf edirəm, Abdullayev. Sözlərində həqiqət payı var, amma başa düş, bəzən suallar adamı elə bir təliyə salır ki, çıxış yolu tapa bilmirsən. Yaxşı, cənnətə gedənləri anladıq. Onlar üçün hər şey yaxşı olacaq. Bəlkə də çəkdikləri əzablar o mükafata dəyərdir. Bəs o bir tərəf, o bədbəxt yazıq insanlar necə olsun? Nə olsun ki, pisdilər, onları niyə yaradırdı axı? Madam hamının yaxşı olmayacağı əvvəldən bəlli idi, o əbədi yanmaq kimə və nəyə lazımdır? Vur tut 70 illik bir ömürdəki səhvlərə görə sonsuz bir əzab çəkmək hansı ədalətə sığır? Heç olmamaq o əbədi yanmaqdan min qat daha yaxşı deyilmi? Hə, indi deyəcəksən ki, varlıq böyük bir şərəfdir. Axı niyə onlara o yoxluq şansını vermədi? Əbədi yanmaqdansa bu daha çox, daha yaxşıydı axı. Belə varlığın nəyi mənalıdır ki? Hə, əziz dost, de görüm, Allah bilir ki, filan kəs heçlikdən yaranıb, hər qələt eləyəcək və sonunda əbədi cəhənnəmə gedəcək. Elə isə niyə onu yaradırdı ki, axırda da əbədi cəhənnəmə salır? Axı niyə Abdullayev? Manafın səsi bu dəfə daha kəskin, daha çarəsizmiş kimi çıxırdı. Allah bilir axı, o bəndənin yaradıldıqdan sonra hər cür günaha batacağını, özünü məhv eləyəcəyini və sonunda o dəhşətli əbədi əzaba düçar olacağını öncədən bilir. Niyə ona rəhm eləyib, onu sadəcə o sakit, ağrısız heçlikdə buraxmır?
Əgər mənə desən ki, heç olmaqdansa cəhənnəmdə də olsa var olmaq yaxşıdır, mən bununla ümumiyyətlə razılaşmıram. Bunu artıq ikinci dəfə sən hələ cavab verməmişkən dedim də. Bəli, bəlkə də cənnətlə və bu dünya ilə müqayisədə varlıq şirindir. Amma əbədi cəhənnəm əzabına nisbətdə heçlik 1000 qat daha rəhmətlidir. Madam Allah bu adamın sonunun nə qədər acınacaqlı olacağını bilir. Niyə onu heçlikdən dartıb çıxarır? Niyə ona rəhm eləmir Abdullayev? Allah o pis adamdan soruşdu mu ki, gəl dünyaya, sən pis adam olub cəhənnəmə gedəcəksən. Bəlkə o adam onda deyəcəkdi ki, ay Allah istəmirəm, qoy elə belə heçlikdə qalım yaxşıdır. Niyə soruşmadan atır bizi bu odun içinə? Abdullayev isə öz növbəsində bir siqaret yandırır, bir güllab aldı. Yaxşı, sənin sualın budur ki, Allah cəhənnəmə gedəcəyini bildiyi adamı niyə yaratdı? Mən də səndən soruşuram, o adam Allahı və onun buyruqlarını bildiyi halda niyə onlara əməl etməyib cəhənnəmi bilə-bilə seçdi? Yaxşı, sualla cavab verməyimi istəmirsənsə qulaq as. Sən öz sualını ürəyində cavab ver, sən öz sualında ürəyinə cavab ver, mən isə həqiqəti sənin üzünə deyəcəm. Birincisi, Manaf, axı o adam yox idi, bir heçlik idi. Bir şeyin seçim edə bilməsi üçün əvvəlcə mövcud olması lazımdır. Üstəlik də heçlikdən gələn adam hardan bilsin ki, heçlik cəhənnəm əzabından daha yaxşıdır. Lap tutaq ki, Allah onu yaratdı və cəhənnəmi ona əvvəlcədən göstərdi. O həqiqətən də cəhənnəmi hiss etdi bir anlığa. Onda bu imtahanın nə mənası qaldı? O adam artıq sevgidən, hörmətdən və ya imandan deyil, sırf gördüyü o dəhşətli qorxudan dolayı Allaha boyun əyəcəkdi. Bu isə azad iradə deyil, bu əsarətdir. Və ən əsası o adam onsuz da yoxdan var edilib. Onun heç bir zərrəsi, maddəsi yox idi. Heçlikdən xəlq olunan kəs hər şeydən əvvəl var edildiyi üçün minnətdar olmalıdır. Başa düş, əgər sənin maddən Allah kimi əzəldən var olsaydı, onda deyə bilərdin ki, mən bir daş parçası kimi onsuz da var idim. Niyə məni ətə qana salıb cəhənnəmə attın? Amma sən yox idin, sənə verilən bu varlıq payı tamamilə onun lütfüdür. Heçlikdən var olmuşsansa, sənin heç bir əsaslı iddian və sualın da keçərli deyil. Sənə düşən tək şey o heçlikdən qurtulub varlıq aləminə qədəm qoyduğuna görə şükür etməkdir. Qalan hər şey sənin öz seçimindir. Başa düş Manaf, odunun yeri sobadır, gülün yeri isə bağça. Allah ədalətsiz deyil. O sənə ağıl verdi, seçim imkanı tanıdı. Səni cəhənnəmlə qorxutmadı, sadəcə xəbərdar elədi. Əgər sən öz iradənlə odun olmağı seçmisənsə, yaradan nə etsin? Sən öz kefinə düşəni etmirsən, cəhənnəm bahasına olsa belə nəfsinin qulu olmuşsan. O isə səni sevmək və sevilmək üçün yaradıb. Sənin etdiyin hər şey ucuzdur, amma gətirdiyi əziyyət bahalıdır. Onun məqsədi isə sadəcə başa düşülmək və sevilmək idi. Və ən əsası Manaf, Allah hər şeyi əvvəlcədən bilsə də sənə son ana qədər imtahanlar göndərdi, sənə kitab da göndərdi. Əgər sən bütün bu fürsətlərə rəğmən yenə də murdar adam olacaqsansa, elə sənin o heçlikdə qalmağın ən böyük ədalətsizlik olardı. Niyə? Çünki onda gərək heçlikdə olan, amma yaranacağı təqdirdə Allahı sevib onu başa düşəcək o pak ruhlar da sənin uzbatından heçlikdə qalsın. Sənin pis olmaq ehtimalına görə yaxşı olanın varlıq haqqını əlindən almaq ədalətdirmi? Onun əbədi səadətini əlindən almaq ədalətdirmi? Heçlikdə qalan ancaq sən olmursan axı. Bütün bir yaradılış ağacı quruyur. Səncə bir alçağın qorxusuna görə bir qəhrəmanın doğulmasına mane olmaq hansı vicdana sıxır? Sən yaradılmayacağın təqdirdə gərək onlar da yaradılmayaydı. Onlar yaradılsaydı, ancaq yaxşılar olsaydı, yaxşıların içərisində, yəni yaxşılığı bilmək üçün də pislik olmalıdır. Axı onda yaxşılığın nə mənası qalardı? Allah sadəcə hər şeyi öz yerinə qoyub Manaf. Manaf titrəyən əlləri ilə plitəni cəryana qoşurdu bu vaxtda. Qəfədanı və çayını üstünə qoydu. Sonra daha bir siqaret yandırıb çəkməyə başladı. Abdullayev isə davam edirdi. Hə Manaf, de görüm bayaq verdiyim suala ürəyində nə cavab verdin? Mən səndən soruşdum ki, niyə bir adam bilə-bilə cəhənnəmi seçir? İstəyirsən mən deyim, çünki ya Allaha inanmadın, ya da onun qaydalarını qəbul etmədin. Niyə belə etdin? Çünki biraz zəhmət çəkməliydin, nəfsinə qarşı dözməliydin, amma sən dözmədin, tamahkar oldun.
Bax, cəhənnəmə kimlər gedəcək Manaf? Ən qatı, ən murdar adamlar, haqqı gözü ilə görüb inkar edənlər, Allaha inanmasa belə zalımlıqdan da əl çəkməyənlər, bir sözlə həqiqəti bilə-bilə nahaqqa tərəf meyl edənlər. İndi mənə de, o adam öz kefindən qaldımı? Yox, yenə öz kefinə düşəni etdi. Yenə də öz kefinə görə cəhənnəmi seçdi. Belə olan halda Allahı niyə qınayırsan? O sadəcə sənin seçiminə görə yer göstərdi. Sən öz bildiyindən qalmırsansa, o niyə qalmalıdır ki? O niyə yaratmamalıdır? Bir şey də unutma, insan xislətcə var olmaq istəyir, yaşamaq istəyir. Sən yaranmamışdan əvvəl də, indi də bu dünyanı rədd edə bilməyəcək qədər yaşamaq eşqi ilə dolusan. Sən özün istəyirsən bu dünyanı. Sən hələ heçlikdə olanda belə sənin mahiyyətin yaradılmaq üçün can atırdı. Sənə bu həyat verilməsəydi, onda niyə məni var etmədin deyə fəryad da edəcəkdin. İndi isə varlığın dadını çıxarıb məsuliyyətdən qaçmaq üçün heçliyi bəhanə edirsən. Sənin mahiyyətin yaradılmaq istəyirdi Manaf. İndi o mahiyyətin hesabını da vermək vaxtıdır. Və bilirsən nə var? Get o ateistlərdən eşitdiyin 7-ci əsrdəki bədəvi ərəbin belə cavabını bildiyi o uşaq suallarını mənə vermə. Abdullah əlini havada sanki milçək qovurmuş kimi silkələdi. Bu suallar ancaq ortada qalan, qərarsız və qorxaq adamları öz tərəfinə çəkmək üçün uydurulmuş ucuz tələlərdir. Mən sənin üçün yas məclislərində Quran oxuyub pul alan o savadsız mollalardan deyiləm. Mənə elə sual ver ki, bayaq dediyim kimi qarşında titrəsin, dilim topuq olsun, cavab verəndə çaşım, beynim də dumanlansın. Allah niyə yaratdı, niyə cəhənnəmə gedirik, heçlik daha yaxşı deyilmi? Bunlar sual deyil əzizim, bunlar intellektual tənbəllikdir. Ağıllı adam öz aləmində düşünüb qərara gəlir. Çünki Allah bu dünyanı məntiq və elm üzərində qurub. O heç vaxt məntiqi öz əleyhinə çevirməz. Əksinə bütün yollar istər elm olsun, istər xalis məntiq gəlib ona çıxır. Bir gün elm elə bir nöqtəyə çatacaq ki, orada ancaq Allahı tapacaq. İndi o ucuz ateist sualları bir kənara qoy və ruhunun dibindəki o həqiqi qaranlığı mənə göstər. Manaf çay qaynadıqdan sonra tünd kəhrəba rəngli dəmi gətirib stəkanlara süzdü. Otağa çayın buğu ilə bərabər ağır bir sükut çökmüşdü. Hə, yaxşı əzizim. Sən özün dedin, mən səninlə mübahisə etmirəm. Sadəcə ruhumun ac olduğu suallara cavab axtarırdım. Allahın ədalətinə üsyan etmək deyildi məqsədim. Sadəcə anlaya bilmədiyim çox şey var. Məsələ ondadır ki, vəziyyət həddindən artıq qarışıqdır. Biz hardan bilək ki, başımıza gələnlər həqiqətən bir imtahandır, yoxsa öz bacarıqsızlığımızın nəticəsi. Bəlkə bu sadəcə başqasının bizə etdiyi haqsızlıqdır. Axı işlər çox dolaşıb. Biz bəlanın mahiyyətini necə ayırd edə bilərik? İndi bizə birbaşa cavab verən nə bir peyğəmbər var, nə də ki imam. Ümumiyyətlə desən ki kitab var, axı o kağız üzərindəki sətirlər danışan Quranın yerini verə bilmir. Bizim Əmirəl Möminin kimi hər sual anında cavab olan bir öndərimiz yoxdur. Başa düş, gedib ətəyindən yapışaq. İndi de görün mənə üz verən bu bəlanın mahiyyətini, onu hardan və niyə gəldiyini necə bilim? Hə Abdullayev, indi de görün mən və ya mənim kimi minlərlə zəlil adam hardan bilsin ki, başına gələn bu müsibət imtihandır. Əgər bilsəm ki, bu Allahın imtihanıdır, dişimi qısıb səbr eləyərəm. Allaha şikayət yox. Həm də sənad edərəm. Yox, bilsəm ki, bu imtihan deyil, başqalarının mənə etdiyi haqsızlıqdır. Onda durub mübarizə aparardım. Əgər bilsəm ki, nə imtihandır, nə də haqsızlıq, sadəcə öz səhvimdir, onda nə başqası ilə vuruşaram, nə də bəhanə axtararam. Sakitcə oturub özümü düzəldirəm, əgər bacarsam lənət şeytana. İndi deyəcəksən ki, öz həyatına fikir ver, onda görəcəksən. Amma əziz dostum, unutma ki, o kitablar yazılanda başın üstündə peyğəmbər imam var idi. Soruşub yolunu tapırdın. İndi isə vəziyyət soxa-soxdur. Hardan bilək ki, dünyada bu kütləvi fitnə fəsadların, toplu bəlaların mahiyyəti nədir? Mahiyyət bilinməyəndə insan yanlış yerə mübarizə aparır. Mənə edilən haqsızlığı imtihandır deyib Allahın üzərinə atıram. Ona asi oluram. Ya da əksinə, Allahdan gələn imtihanı kiminsə haqsızlığı sanıb qarşımdakına reaksiya verirəm və ilahi planı pozuram. Belə bir xaosun içində biz nəyin necə olduğunu necə ayıraq? Bir özün düşün Abdullayev, əgər qanunlarda boşluq olsa, ya o qanunlar bir-biri ilə ziddiyyət yaratsa, orada nizamdan söhbət gedə bilməz. Əgər nizam yoxdursa, qanunları bilmədən, anlamadan pozan adamı necə günahkar saymaq olar? İndi də görüm Allah bizi bağışlayarmı? Mən bunları ona görə deyirəm ki, mənə bir işarə lazımdır. Başa düşürsən, ilahidən bir işarə alım və bu
soxa-soxun içində kör-körənə addımlamadığımı da bilim. Mən qaranlıqda qalıb qanun pozan adamın çarəsizliyini yaşayıram. Əgər bizə mahiyyəti göstərən bir işıq yoxdursa, bizim büdrəməyimiz günahdır, yoxsa qaçılmazlıq. Abdullayev nəhayət diləndi. Bilirsən, əvvəla Allahın kitabı məlumdur. Bu bir. İkincisi, imam yoxdur, peyğəmbər yoxdur deyirsən. Bu da Allahın işidir. Onların vəzifəsi bitdi və getdilər. Amma sən deyirsən ki, qanunlar qeyri-müəyyəndir. De görüm, çalışmaq, zəhmət çəkmək qeyri-müəyyəndirmi? Başqasının namusuna göz dikməmək, qul haqqına girməmək, insanları incitməmək qeyri-müəyyəndirmi? Əlindən gələn xeyirxahlığı etmək, ailənə sadiq qalmaq, həyat yoldaşına nəcib davranmaq, bunlar qeyri-müəyyəndirmi? Allaha iman, bədəninə və ruhuna zərər verən murdarlıqlardan, zinadan, haramdan uzaq durmaq qeyri-müəyyəndirmi? Sən bunlara canla, başla, əlindən gəldiyi qədər əməl etsən, Allahın cəzasından amanda qalarsan. Ürəklə əməl etsən, bəlaların azalar, ruhun da kör olmaz, daha təmkinli olarsan. Qaldı ki, başqasının haqsızlığına, sən nəinki öz haqqını yanında haqqı tapdanan adamı müdafiə etməlisən. Əks təqdirdə o zərbə bir gün səni də tapacaq. Təkcə pislik etməmək, yaxşı adam olmaq demək deyil ki, sənə toxunmasa belə başqasını qorumalısan. Ancaq özün üçün yaşasan, axırda elə özünə görə də bəla çəkərsən. Çünki başqasına edilən haqsızlığa göz yumsan, sənə haqsızlıq ediləndə köməksiz, kimsəsiz qalacaqsan. Bu da haqq və ədalətdir. Budur sənin axtardığın mahiyyət. İnsanlar həmişə eyni şey deyirlər mənə. Mənim heç kimə pisliyim dəyməyib. Mənə niyə bəla gəlir? Məsələ də elə bundadır ki, sənin bəlkə də heç nəyin dəyməyib, nə yaxşılığın, nə də pisliyin. Amma bir ki, yanlış bir yaxşılıq etmək, laqeyd qalmaqdan 1000 dəfə üstündür. Əgər sən dünyaya, insanlara qarşı laqeydsənsə, Allahdan da eyni şeyi görə bilərsən. Sən unudan olsan, Allah da səni unudar. Nədir, elə bilirsən, hər şey sənin üçün həmişə yaxşı olmalıdır. Əgər belə düşünürsənsə, unutma, bura cənnət deyil və Allah bunu kitabında əvvəldən deyib. Necə ki, ən amansız qatilləri ya edam edirlər, ya da ömürlük həbs atırlar. Eləcə də ilahi sistemdə artıq insan hesab olunmayanlar da var. Onlar ölüb bitəcəklər. Amma sən ədalət axtarırsansa, demək səndə hələ də ümid var. Ölü adam odur ki, bir maşın kimidir. Ya kör-körənə fanatik dindar, ya da inadkar bir ateist olur. Onlarla işimiz yoxdur, amma ortada qalıb ədalət axtarmaq yaxşıdır. Bir şey də bil, yalnız haqlı şikayət qəbul olunur. Sən Allahın buyruqlarından gücün çatana əməl etsən, o bütün köməyi ilə yanında olar. Amma əgər sənin yanında kimisə haqsız yerə incidirlərsə və sən buna göz yumursansa, deməli o haqsızlığı edən adam sənin üçün Allahdan daha üstündür. İndi de görüm, belə olan halda Allahdan hansı ədalət istəyirsən? Haqsızlığa göz yumursansa, sən Allah üçün bəndə yox, dilsiz şeytansan. Yəni, əzizim, özün təmiz deyilsənsə, başqalarına heç nə deyə bilməzsən. Əvvəl get özünü təmizlə. Çünki sən özün çirkabın içində olduqca kimin təmiz, kimin çirkli olduğunu heç anlaya bilməyəcəksən. Gözün palçıqlı olanda hamını palçıqlı görəcəksən. Sizin işiniz gücünüz ancaq şikayət etməkdir. Amma özünüzə baxmaq ağlınıza da gəlmir. Özünü təmiz saxla, zəhmətindən, alın tərindən də geri qalma. Qaldı ki, o haqsızlıq məsələsinə, bəli, burada haqlısan. Elə şeylər var ki, orada fərdi yox, kollektiv hərəkət lazımdır. Haqq yolunda bir nəfər yox, milyonlar bir olmalıdır. Tək başına haqq yolunda vuruşmaq sənə bəlkə də savab qazandırar, bəlkə ruhunu ucaldar. Amma nəticə əldə etmək üçün güclü kütlə lazımdır. Haqqın səsi gərək kütlənin gürültüsü ilə birləşsin ki, zülmün qala divarlarını yıxa biləsən. İndi də görüm, sən o milyonların içindəki o təmiz bir nəfər olmağa hazırsanmı? Yoxsa yenə soxa-soxdur deyib kənara çəkilirsən? Hə, Abdullayev dedi. Onda belə çıxır ki, hə, Abdullayev dedi. Manaf başını yelləyərək söhbətə başladı. Onda belə çıxır ki, bu haqq ədalət məsələsində günah həm də hamıdadır, həm də heç kəsdə. Əgər hər kəs bir parça çirkin içindədirsə, Allah o günahı konkret kimin boynuna biçəcək? Axı bir nəfər tək başına bu dağı yerindən unuda bilmir. Bir nəfər cəhd etsə, bunun bədəlini bəlkə həyatı ilə, bəlkə ailəsinin gələcəyi ilə, övladının çörəyi ilə ödəyəcək. İndi mənə de, haqqın tapdandığı yerdə Allahın qarşısında və bu cəmiyyətin qatında kimdir əsl məsuliyyət sahibi?
Bir nəfərin gücü çatmır. O biri nəfərin də həmçinin. Hamı öz aləmində, öz küncündə deyir ki, mən nə edə bilərəm? Hamı belədir. Mən də onlardan biri. İndi də görüm Abdullayev. Allah belə bir vəziyyətdə hamını eyni tərəziyə mi qoyur? O bizi kollektiv şəkildə mühakimə edib, birimizin susqunluğunu hamımızın cinayəti sayır. Abdullayev dilləndi. Bax manaf, günah elə düşüncədən başlayır. Hamı düşünəndə ki, günah məndə deyil, kollektivdədir. Bax, günah elə həqiqətən də o kollektivin özünə çevrilir. Amma unutma, o kütlənin içində hər kəs bir nəfər kimi günahkardır. İnsanoğlu qəribədir. Əgər ortada yaxşı bir iş varsa, dərhal özünü o kütlədən ayırıb, bu işi mən gördüm deyə sinəsinə döyür. Amma vəziyyət zibilə dönəndə hər kəs birdən-birə kollektivdən ayrılır. Günahını hamının üstünə yıxıb aradan çıxır. Məsələ o lənətə gəlmiş tənbəllikdədir. Bəlkə sən kollektivi dəyişə bilməzsən, amma öz bacardığın qədər o kollektivə bənzəməyə bilərsən. Nemrud İbrahim peyğəmbəri yandıranda dimdiyində su daşıyan o kiçik quşu xatırla. O bir damla su o nəhəng tonqalı söndürərdi ya yox, fərqi yoxdur. Əsas odur ki, o quş yandıranlardan deyildi. İndi sən də o kollektiv pistir, mən də beləyəm deyirsənsə, demək günahkarsan. Yox, əgər o kütlənin içində öz gücünə görə bir müqamətin varsa, öz əxlaqını və düzgünlüyünü qoruyursansa, əzilənə, ələ salınana, haqqı tapdanana sözlə ya kiçik bir maddiyyətlə, yəni gücün nəyə çatırsa, onca dəstək olursansa, demək sən o kollektivin içində Allahın nurusan. Marafın səsi birdən-birə titrəməkdən çıxıb qısqanc və acı bir istehza ilə qarışdı. Abdullayevin üzünə baxaraq söhbətə başladı. Amma Abdullayev, sən də o adamlardan, yəni o mükəmməl adamlardan deyilsən ha. Biz səninlə dost idik. Yadında mı? Acılı şirinli günlərimiz olmuşdu. İndi olmasın. Amma mənim ən çətin günlərimdə sən mənə üz çevirdin, alçaq. Səninlə danışmaq istəyəndə qaçıb gedirdin. Ziddinə getmirdin. Çünki özünü hamıdan, əlhəssusda məndən üstün görürdün. Səni bu sükutdan çıxarmaq, o uca kürsündən aşağı çəkmək üçün mən nələr eləmədim. Səni qarmağa salmaq üçün o ən iyrənc mövzulardan, balaca küçüklərin cinsi azadlığından, mehdilikdən və sair şeylərdən danışdım. Mentalitetin ləğimindən istifadə elədim. Sırf sən susmayasan, sən o soyuqqanlığını pozsan deyə. Gör nə qədər çirkin adamsan ki, dostun səni söhbətə çəkmək üçün bu cür murdarlığa batdı. İndi mənə öğüt nəsiyyət verirsən. Bilmirəm nədəndir, amma hər şeydən bülbül kimi cəhcəh vuranlar dediklərini əməldə etmirlər. Yəqin dilinizlə o qədər yaxşılıqdan danışırsınız ki, özünüz öz yalanınıza inanıb elə bilirsiniz ki, həqiqətən yaxşı adamsınız, hə? Sən də qaçırdın Abdullayev, sən də əzilənin yanında yox, öz doğrularının arxasında gizlənirdin. Məlun. Bəli, beləsiniz. Ancaq danışırsınız. Danışdıqca da beyniniz boşalır. Bilirsən bu nəyə bənzəyir Abdullayev? Bax, o yazıcıya bənzəyir ki, cuşa gəlib ağlına gələni yazır. Yazdıqca beyni boşalır. Axırda o qədər yazır ki, zehni yorğunluqdan dilinə sözlə gəlmir. Beyni keyləşir. Siz yaxşı danışanlar da eləsiniz. İstər imam olun, istər alim. Elə cəhcəh vurursunuz ki, əmələ gələndə beyninizdə yaxşılığa aid heç nə qalmır. Siz yaxşılığı dilinizdə tükədirsiniz. Əmələ heç nə saxlamırsınız. O qədər yaxşılıqdan danışmışsınız ki, elə bilirsiniz artıq yaxşılıq etmək sizə artıqdır. Borcunu ödəmisiniz. Yaxşısı budur, bir kitab yaz. Cəhənnəmə sözlərin havada qalmasın. İnsanlar belədir Abdullayev. Yaxşılıq sizin üçün ancaq dildə deyilən bir xütbədir. Hər şey dildədir. İlahi pərverdigara, bu dil nə qeyrətliymiş. Dayanmır ki, dayanmır. Amma əl-ayaq daş kəsilib Abdullayev, əl-ayaq ölüb. Bəs niyə adamlar əməldən qaçır? Çünki maddiyyatı üstün tuturlar. Bəs niyə maddiyyatı üstün tuturlar? Çünki maddiyyat insanı dünyada rahat saxlayır. Bəs niyə insan dünyada maddiyyatla rahat olur? Çünki dünyaya bağlıdırlar. Bəs niyə dünyaya bağlıdırlar? Çünki yaşamaq istəyirlər. Bəs niyə yaşamaq istəyirlər? Çünki var olmaq istəyirlər. Bəs niyə var olmaq istəyirlər? Çünki yox olmaq istəmirlər. Bəs niyə yox olmaq istəmirlər? Çünki ölsələr yox olacaqlarına inanırlar. Bəs niyə ölsələr yox olacaqlarına inanırlar? Çünki ölümdən sonra həyata inanmırlar. Bəs niyə ölümdən sonra həyata inanmırlar? Çünki Allaha inanmırlar. Bəs niyə və yaxud
Allaha və yaxud ölümdən sonraki həyat, Allaha və ölümdən sonraki həyat vədinə inanmırlar. Çünki Allahı görüb üzdə danışmayıblar. Bəs niyə Allahı görüb onunla üzdə danışmayıblar? Ya da ən azından Allahla rabitə qura bilməyiblər. Çünki Allahla danışsaydılar artıq mənası qalmazdı bu dünyanın, bu imtihanının. Bəs niyə mənası qalmazdı? Çünki artıq qeybə iman olmazdı. Qeyb gerçək olardı. Hər şey mənasız olardı. Bəs niyə hər şey mənasız olardı? Çünki görmədən qeybə inanmaq əsl mübarizə və fədakarlıq istəyir. Bəs niyə əsl mübarizə və fədakarlıq istəyir? Çünki əsl mübarizə və fədakarlıq sonda mükafat vəd edir. Bəs niyə sonda mükafat vəd edir? Çünki qaliblər görmək istəyir. Bəs niyə qaliblər görmək istəyir? Çünki mübarizə və əzm göstərənləri gördükcə dərgahın nurlanır. Onun əzəmətini göstərişi artır. İlahi. Adamlar döyüş filmlərinə baxmağı sevirlər. Bəs niyə döyüş filmlərinə baxmağı sevirlər? Çünki kimisə döyürlər. Bəs niyə kimisə döyürlər? Çünki döyülən pis adamdır. Bəs niyə o pis adamdır? Çünki pis adam olmaq rahatlıqdır. Bəs niyə pis adam olmaq rahatlıqdır? Çünki yaxşı adam olmaq əzm, iradə, səbr, ərdəm tələb edir. Bəs niyə yaxşı adam olmaq əzm, iradə, səbr, ərdəm tələb edir? Çünki yaxşı adam olmağın xüsusiyyətləri bunlardır. Bəs niyə yaxşı adam olmağın xüsusiyyətləri əzm, iradə, ərdəm və səbirdir? Çünki yaxşı adamın əsas şərtləri bunlardır. Bəs niyə yaxşı adam olmağın əsas şərtləri bunlardır? Çünki bunlarla özünü pis adam olmaqdan qoruya bilərsən. Niyə bunlarla özünü pis adam olmaqdan qoruya bilərsən? Çünki pis adam olmaq ruhu kirləndirir, qaraldır. Bəs niyə pis adam olmaq ruhu kirləndirir və qaraldır? Çünki ruh təmizdir, pakdır. Bəs niyə ruh təmizdir və pakdır? Çünki Allah belə yaradıb. Bəs niyə Allah belə yaradıb? Çünki Allah təmiz və pakdır. İndi niyə deyir sualları verdiyimə görə mənə uşaq deyəcəksən Abdullayev. Bəs niyə mənə uşaq deyəcəksən? Çünki uşaqlar tez-tez niyə sualı verirlər? Bəs niyə uşaqlar tez-tez niyə deyə sual verirlər? Çünki uşaqlar balacadırlar, çox şey bilmirlər. Bəs niyə uşaqlar balacadırlar? Çünki yavaş-yavaş böyürlər, zamanında böyük olacaqlar. Bəs niyə zamanında böyük olacaqlar? Çünki böyüyüb hər şeyi biləcəklər. Bəs niyə böyüyüb hər şeyi biləcəklər? Çünki hər şeyi bilməlidirlər. Bəs hər şey bilsələr nə olacaq? Onda düzgün yaşayacaqlar. Bəs düzgün yaşasalar nə olacaq? Düzgün yaşasalar pis adam olmayacaqlar. Bəs pis adam olmasalar nə olacaq? Yaxşı adam olacaqlar. Bəs yaxşı adam olsalar nə olacaq? Çünki yaxşılıq haqdır. Bəs haqq nədir? Haqq həqiqətdir. Bəs həqiqət nədir? Varlığın özü, kainatın mahiyyəti ilk səbəbdir. Bəs varlığın özü, kainatın mahiyyəti ilk səbəbi kimdir? Allahdır. Hər nəysə, Abdullayev, sən görün lənətə gələsən alışaq. Abdullayev, mən anadan gəlmə, yəni kasıb deyiləm, amma varlı da deyildim. Sadəcə, yəni yaşayırdıqda mən buna öyrəşməli idimmi, yoxsa elə idimmi? Nə varlı, nə də kasıb idi Abdullayev. Nəysə, söhbətim ona gətirim. İnsan görmədiyi şeyin həsrətini çəkər. Necə? Amma öyrəşə bilmədim. Və bu yoxluq mənim sinirimi gəmirib bitirdi. Bəs niyə Abdullayev? Niyə ömrü boyu bu qaranlıqda qalan adam işığa bu qədər acı olar? Çünki sən istəsən də səni o kasıbçılıqda rahat yaşamağa qoymurlar. Sən öz daxilində o yoxluğa öyrəşib bir parça çörəklə barışa bilərsən. Amma bu dünya, bu qanunlar, bu baxışlar səni o vərdişlə baş-başa buraxmır. Hə, əlbəttə, mən qabaqlar hələ universiteti bitirəndən sonra, düzdür, hökumət işində işləmədim, alverlə məşğul oldum, amma vəziyyətimiz pis deyildi. Sonralar bu evlilikdən, bacılarımın köçməsindən sonra bütün bu işlər başıma gəldi. Hər nəysə. Hə, onu deyirdim axı, kasıbçılıq təkcə öz yoxluğu ilə yox, başqalarına görə yaşamaq prinsipi ilə səni rahat buraxmır. Səni hər addımda dümsüklüyürlər. Hər qapıda kasıbsan deyə üzünə çırpırlar. Sən yoxluğa yox, o yoxluğun gətirdiyi təhqilə öyrəşə bilmirsən. Bilirsən Abdullayev, mən evlənməmişdən əvvəl hələ atamla anam sağ olanda tez-tez üzümə vurardılar. Səndən adam olmadı deyərdilər. Əslində haqlı idilər. Mən onların fikirləşdiyi kimi bir vəzifə adam ola bilmədim. Amma hər dəfə bu sözü eşidəndə içimdə bir şey qırılırdı. Nə bilim, bəzən kasıbçılığa da nifrət eləyirdim. Düzdür, biz elə kasıb da deyildik. Yəni normal yaşayırdıq. Onları sadəcə qraz salmaq olmadı. Onlar məndən çox şey gözləyirdilər. Mənimlə, hər nəysə, mənimlə eyni yaşda olan, məndən daha çox uğur qazanan adamları görəndə ailəmin yanında xəcalət çəkirdim. Onlara nifrət eləyirdim. Amma onların nə günahı vardı ki?
Mən nə edeyim ki, aləmin gözü doymur. Onlar məni yüksəklərdə görmək istəyirlər. Mən sadəcə o işləri, masa işlərini sevmirdim. Mən dəftərxana sıçovlu olmaq istəmirdim. Burada nə günahım var ki? Mən alver eləyirdim. Hətta pis də qazanmırdım. Onu da deyim. Hər nəysə, gərək və sonralar da özün bilirsən, kasıb oldum, tamamilə o işlərim də əldən çıxdı, evimizi də, atamın evini də əldən çıxartdım. O da itirildi mənim sayəmdə. Bir sözlə, kasıb oldunsa gərək tək tənha yaşayasan ki, bunu tez-tez üzünə vuran olmasın. Anamla atam öldü. Mən də özümü bəlaya salıb evləndim. Anam ölməmişdən biraz əvvəl. İndi də arvadım beynimi didib dağıdır. O evliliyin bircə günü də səfasını sürə bilmirəm. O əsəbləşəndə boyun damarları şiradullayıb, söyüşərək dalaşırıq. Acıq edib atasının evinə gedir. Bugün də gedib. Mən indi qızımı görə bilmirəm indi. Yəqin ki, məni hələ də sevir, hə? Yoxsa bu çürük daxmaya niyə gəlsin? Amma yox. Onun mənə yazığı gəlir. Ən pisi də budur Abdullayev, bir qadının sənə yazıqlaması. Bilsə ki, mən artıq o ruhi sarsıntıları keçirtmirəm, bəlkə də heç gəlməz. Sadəcə qorxur. Qorxur ki, özümə nəsə eləyərəm. Mən ona özümü öldürərəm deməmişəm, amma o duyur. O qorxuyla qayıdır. Mən ona vəd vermişdim, amma o vədi də gerçəkləşdirə bilmədim. Mən sadəcə adam ola bilmədim Abdullayev. Yadındadırmı? Sənə o ilahi səhnəni göstərmişdim. Orada bir ziyalı, səfalət çəkən adamları bacarıqsız və fərasətsiz adlandırırdı. Niyə? Çünki lap əvvəldən kasıbları əfəl hesab edirlər. Amma bax gör tarixin o biri üzünə, o imperiyaları, krallıqları, sarsılmaz sistemləri çöktürüb yenisini quran kimlər olub? Kasıblar. Çünki kasıblar varlara nisbətdə o qədər çoxdur ki, onların beyni bircə dəfə doldusa, o boş beyinləri vəssalam əsr qasırğa bulğanına çevrilirlər və hər şey bitdi. Bax o super güc deyilən ABŞ bir vaxtlar adi bir İngilis koloniyası idi. İngiltərənin qapazaltısı idi. İngilislərin gözündə ora bir ferma kimi idi vəssalam. İndi o ferma dünyanı idarə edir. Amerikanın qurulmasında o vaxtı Fransa dəstəkçi olmuşdu. O 16-cı Ludovik kömək eləmişdi. Amma nə oldu? Elə həmin 16-cı Ludoviki o yazıq kasıblar gilyotində doğradılar. Ludovik dövründə də o zadəganlar elə dik gəzirdilər ki, kasıbları it yerinə də qoymurdular. Amma axırda nə oldu Abdullayev? Hər şeyi əllərindən çəkib aldılar. Tuman çaqqasılar. Görürsən, mən yazıq dediyin, bax bu yazıq dediyin kasıblar bütün o ağılları dinləyib, dövlətləri çöktürüblər. Diktatorları yıxıblar, yeni sistem qurublar. Amma o yazıq kasıblar özləri heç vaxt ağ günə çıxmayıblar. Söhbətimizin əvvəlində demişdim ki, o Dostoyevski və Tolstoy dövründə ruslar fransızlara, ingilislərə necə yaltaqlanırdılar. Onların əsərlərinə fikir verərsən, görərsən ki, orada ruslar necə də ağız suyu ağıdıblar başqa Avropa xalqlarına. O zadəganlar öz uşaqlarına rusca yox, daha doğrusu o zadəganlar öz uşaqlarına fransızca, ingiliscə öyrədirdilər. Evlərinə ingilis mürəbbiyələri gətirirdilər. O varlı ruslar adi xalqı, öz millətini özlərinə yaraşdırmırdılar. İt yerinə də qoymurdular. Amma sonunda nə oldu Abdullayev? Volodya Ulyanoviç Lenin gəldi. O gəldi və Romanovları ailəlikcə körpəsinə qədər güllələdi. Hanı o yaltaq rusların aqibəti? Hamısı pərəmpərən oldu. Lenin nə demişdi? Bütün ölkələrin proletarları birləşsin. Dedi və aləmi bir-birinə qatdı. Bax əzizim, niyə oldu bu? Çünki kasıblar çox idi. Çünki kasıbları əzirdilər, kənara atmışlar. Yuxarıdakılar İngilis, Fransız düşkünü olanda millət öz kökündən qopmuşdu. Lenin və onun tərəfdarları o kasıbların gücündən istifadə edib dünyanın ən böyük imperiyasını qurdu. Bax budurmu kasıbın fərasəzliyi? Kasıbın bircə dəfə ayağa qalxanda o göylə gedən varlı öz alt paltarını geyinib qaçmağa belə macal tapa bilmir. İndi də görüm Abdullayev qasırğanın içində lüt üryan qalanmı fərasətlidir, yoxsa o qasırğanı yaradan əfəllər?